بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه خوش gördüğü değerli müminə bacılarım və mümin qardaşlarım, bugün cümədir, cüməmiz mübarək olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizi öz cənnətində, öz evində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri təqvaya dəvət edirəm. Həqiqi təqva Allahdan qorxmaqdır və ona tabi olmaqdır, əməl eləməkdir. Bugün danışdığım xütbə və bilirsiniz keçən cümədə həc mövsümü ilə bağlı həcdən bir neçə Quran-ı Kərimdən ayələr qeyd elədik və hədislərə əsaslandıq. Təbii ki, bu mövzuya da toxunacaq, amma mən istəyirdim biraz müəyyən məqamları da burada zikr eləyək, qeyd eləyək. Onlardan da biri yaxşı əməl. Yaxşı əməl deyəndə bunu hər kəs bir cür başa düşür. Yaxşı əməl nədir? Və yaxşı əməl necə yaranır? Əgər hər kəsdən tək-təkinə soruşsan, müxtəlif cavablar veriləcək. Dünyada hər bir insan dində olsun ya olmasın, namaz qılan, oruç tutan olsun ya oruç tutmayan olsun, namaz qılmayan olsun, fərqi yoxdur. Hər kəsi dindirsən, o kəs deyəcək ki, mən yaxşı olmaq istəyirəm, yaxşı adam olmaq istəyirəm, yaxşı insan olmaq istəyirəm və yaxşı əməl eləmək istəyirəm. Bunun dinlə, namazla, orucla, dindarlıqla heç bir əlaqəsi yoxdur. Ne üçün? Çünki insanın ruhunda, insanın fitrətində yaxşılıq var. Hər kəs yaxşı əməl eləmək istəyir. İndi başa düşdük ki, hər kəs yaxşı əməl etmək istəyir. Bunun şərti nədir? Yaxşı əməl etmək üçün onun şərtini bilmək lazımdır. Birinci növbədə yaxşı əməl üçün əsas şərt niyyətdir. Bu çox önəmli vurğudur. Düzgün niyyət, doğru niyyət. Ola bilər ki, bir insanın əməli yaxşıdır, amma niyyəti düz deyil. Ola bilir ki, yaxşılıq eləsin, amma niyyətində başqa məqsədlər durur. Əməl öz-özlüyündə dəyərə sahib deyil. Əməl öz-özlüyündə bir dəyər daşımır. Əməli əməl eləyən, əməli dəyərləndirən onun niyyətidir. Ona görə hədislərdə qeyd olunur ki, əl-ə'malu bin-niyyat, əməllər hamısı niyyətə bağlıdır. Niyyət doğrudursa, əməl də doğrudur. Niyyət dürüst deyilsə, əməllər də doğru deyil. Bəs niyyəti formalaşdıran nədir? Necə eləyək ki, bizim niyyətimiz dürüst olsun, doğru olsun, düzgün olsun? Bunun da yolu etiqad və imandan ibarətdir.
Yəni bir insanın niyyətinin formalaşması mütləq şəkildə iman və etiqaddan asılıdır. Əgər biz soruşsaq ki, imanın düsturu nədir? İmanın düsturu çoxdur. Şərtlərindən biri budur ki, bilmək. Bəzən də heç bilmək də əsas vermir. Məsələn deyirəm, hər kəsdən soruşsan Allah var deyəcək var. İmanı olan da olmayan da, namaz qılan da qılmayan da deyəcək Allah var. Hamısı bilir Allah var. Hamısı bilir peyğəmbərlər var, məsumlar var, məad var. Məad bilirsiniz nədir? Görürsən təəccüb gəlir sizə, görürsən məadı nədir? Bəli, usul-i-dinin 5 dənə şərtlərinin də sonuncusu məaddır. Bunu bilmək lazımdır. Məad nədir? Ölümdən sonra həyat. Biz öləndən sonra bizim üçün yeni bir səhifə açılır, gözəl bir həyat yaradılır. Buna deyirlər nə? Məad. Ölümdən sonra yeni bir həyatın formaya gəlməsi. İnsan bilir ki, öz əməllərinə görə cavab verəcək. Bilir ki, bir ayda vacibdir il boyu Ramazan. İnsan bilir ki, mənim qazandıqlarımın bir qismi fəqirlərindir, yoxsullarındır, xumsu var, zəkatı var. Bunları hamısı bilir. 5 vaxtı namazı da hamısı bilir. İndi bunu bilən adamlar imanlı ola bilər ya yox. Şərt deyil ki, bunu biləsən. Bilmək də şərt deyil. Amma niyyət formalaşması üçün bu imanı həyata keçirmək üçün əməl eləmək lazımdır. Allahın varlığını sübut eləmək lazımdır. Namaz varsa onu qılmaq lazımdır. Yaxşılıq varsa etmək lazımdır.